Hər vaxtınız xeyir olsun yoldaşlar. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğunun növbəti imtahanları ilə bağlı dəyişiklikləri gözlənilir. Dövlət qulluğu imtahanlarının 2019-2025-ci il konsepsiyasında yeniliklərin olması qeyd edilmişdir və artıq 2026-cı ildən etibarən yeniliklərin tətbiqi gözlənilir. Bu yeniliklərdən biri də dövlət qulluğunda səriştə modelinin tətbiqi, daha çox bilik və bacarıqların və texniki biliklərin yoxlanmasına əsaslanan sualların təşkili və həmçinin də dövlət qulluğu haqqında məcəllərin təsdiqi nəzərdə tutulur. Milli Məclis əgər dövlət qulluğu haqqında məcəlləni təsdiq edərsə, onu prezidentin imzalamağı üçün təqdim edəcək və 56 gün ərzində prezident həmin məcəlləni imzaladıqdan sonra artıq imtahanlara həmin məcəllədən suallar düşəcək. Lakin imtahanda hansısa bir fən çıxarılacaqmı? İmtahana yeni bir fən əlavə ediləcəkmi? Sualların formatında dəyişiklik olacaqmı? Sualların verdiyi bal, kateqoriya və digər anlayışlarda dəyişiklik olacaqmı? FİDES imtahanları ləğv olunacaqmı, olunmayacaqmı? Bunlar haqqında Dövlət İmtahan Mərkəzinin briefingini gözləmək lazımdır. Yəqin ki, məcəllərin qəbulundan sonra Mələkə xanımın briefingi və ya digər məsul şəxslərin briefingi əsasında bütün suallara aydınlıq gələcək. Və oktyabr və noyabr imtahanlarına bu belə deyək, yeniliklərin tətbiqini 99% ehtimalla bacarmayacaqlar, çatdırmayacaqlar. Ehtimal çox cüzidir ki, dekabr imtahanına bu belə deyək, detallar çatdırılsın. Amma mənim şəxsi düşüncəm budur ki, konsepsiya 2019-2025-ci illəri əhatə edirdi deyə 11 dekabr imtahanını da ənənəvi metodla edib yekunlaşdırıb, həmin konsepsiyanın yenilənmiş formasını artıq 2026-cı ildən tətbiq etməyə başlasınlar. Yəni, qısacası Loru dildə desək, son 2 və ya 3 ənənəvi imtahan görə bilərsiniz. Bundan sonraki dəyişikliklər ciddi dəyişikliklərdirmi? Böyük dəyişikliklərdirmi? Bunların hamısını birlikdə öyrənəcəyik və onların sadə təhlili ilə bağlı sizlərə videolar hazırlayıb izahlar verəcəyik. Diqqətiniz üçün sağ olun.